Rusiyada aviabiletlərin qiymət artımının məhdudlaşdırılması müzakirə olunur. Məlumatlara görə Rusiyada aviabiletlərin kəskin bahalaşması fonunda qiymət artımının məhdudlaşdırılması imkanları müzakirə edilir. Təklifə əsasən aviaşirkətlərə uçuşdan 72 saat əvvəl biletlərin qiymətini artırmaq qadağan oluna bilər. Belə ki, uçuşa 3 gündən az müddət qaldıqda alınan biletlərin qiyməti həmin reys üzrə əvvəlcədən müəyyən edilmiş tarifdən yüksək olmamalıdır. Bu təşəbbüs son anda biletlərin 2-3 dəfə bahalaşmasına səbəb olan dinamik qiymət qoyma praktikasının qarşısını almağa yönəlibdir. Məsələ xüsusilə regionlarda yaşayan əhali üçün aktualdır. Belə ki, bir çox hallarda şəhərlər arası sürətli nəqliyyat vasitəsi kimi yalnız aviareyslər mövcuddur. Eyni zamanda dünya üzrə aviaşirkətlərdə artan xərclərlə üzləşir. Aviasiya yanacağının bahalaşması səbəbindən tariflər və yanacaq yığımları artırılır. Bu artım yaxın şərqdə gərginliyin yüksəlməsi və hava məkanının bir hissəsinin bağlanması ilə əlaqələndirilir ki, bu da logistika və daşıyıcıların xərclərinə təsir göstərir. Mənbələrin məlumatına görə münaqişədən əvvəl təxminən 85-90 dollar olan aviasiya yanacağının bir barelinin qiyməti hazırda 150-200 dollar səviyyəsinə yüksəlibdir. Bu isə aviabiletlərin qiymətlərinə əlavə təzyiq göstərir.